Yay ərəfəsində insanlar müxtəlif çimərliklərdə də istirahət edirlər. Dəniz istirahət zamanı xoş təəssürat yaratsa da, bəzən faciələr də yaşanır. Keçən ilə nisbətdə bu il dənizdə çimərkən boğulan insanların sayı çoxluq təşkil edir. İqlim dəyişiklikləri baş verdiyindən eksogen təsirlər təbiətdə özünü göstərir və bir çox problemlər yaradır. Bəs bu problemlərin dənizdə boğulma halları ilə nə kimi əlaqəsi var? Mövzu ilə bağlı Legal Xəbərə fəlsəfə elmləri doktoru, ekoloq Ənvər Əliyev geniş açıqlama verib. Əvvəl biz dənizə gedəndə təxminən 100 metr, 150 metr hətta topuğa qədər, dizə qədər isti, ilıq su ilə gedirdik. Sonra nisbətən bir balaca isti bir suya rast gəlirdik. Amma indi gördüyünüz kimi qəfildən dərinlikdə çox soyuq sular var. İsti havada, temperatürün yüksək olan havada qəflətən soyuq suya girməyin özü problem yaradır. Buna sauna effekti deyirlər. Nə olur burada? Qəflətən isti havadan, qəfildən soyuq havaya, suya, mühitə düşəndə damarlarda gərilmə gedir, daralma gedir. Və ona görə də müəyyən hallarda qıc olmalar labüddür. Ekoloqun fikrincə, insanları əvvəlcədən sosial şəbəkələr vasitəsilə düzgün təlimatlandırmaq lazım idi ki, boğulma hallarının qarşısı müəyyən qədər alınsın. Mütləq qaydada biz maarifləndirmə işinə ciddi fikir verməliydik. Və oradakı deməli, icra orqanları kimi var, o plyajlar onların ərazisindədir, onların da müəyyən problemləri var. Onlar cəmaatı müarifləndirmədə, onları yerə tökülən şeyləri təmizləməklə bərabər həm də uzağa getməməyə icazə verməməlidirlər. Bəs çimərliklərdən hansı şəxslər və necə istifadə edə bilərlər? Doktor Adil Qeybullah Legal Xəbərə bu sualın cavabını belə açıqlayıb. Suya daxil olan zaman çalışmaq lazımdır ki, kifayət qədər ümumi durumu yaxşı olan vəziyyətdə suya daxil olsa. Yəni, ac qarına, bəzi adamlarda insulin dirənci var, hansılar ki, qida olmayanda huşu gedir, az qala ürəyi sıyrılır. Bəzi adamlarda tez-tez qıc olmalar olur. Yəni, sonra ürək xəstəlikləri olanlar, yüksək təzyiq olanlar, bu şəxslər suya girəndə yüksək temperatur altında xüsusilə diqqətli olmalıdır. Çimərliklərdə çoxlu qida qəbul edib dənizdə çimmək düzgündürmü? Dənizdə nə vaxt suya girmək olar? Hər hansı bir şəxsin batan zaman həkimə qədər ki, hansı ilkin yardımlar göstərilməlidir? Təəssüflər olsun ki, bəzi adamlarda yanaşı şəkərli diabet olan xəstələr, qaraciyərin problemləri olan xəstələr, metabolik problemləri olan xəstələr qida qəbulundan sonra yuxu basır. Belə şəxslərin dənizə birbaşa girməsi məqsəd uyğun sayılmır. Bütün bu suallara doktor Adil Qeybullah belə aydınlıq gətirib. Mövzu ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata əsasən kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin xilasediciləri tərəfindən bu il çimərlik mövsümü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59 nəfər xilas edilib. Ancaq aidiyyəti qurumun dənizdə batan şəxslər barədə məlumat verməməsi, qurumun mətbuat xidmətinə redaksiyamız tərəfindən ünvanlandığı bəzi sualları cavabsız qoyması aidiyyəti qurumun gördüyü işdən xəbər verir. Unutmayaq ki, dənizdə, çayda boğularaq ölmək bədbəxt hadisədir və bu hadisələrin qarşısı mütləq alınmalıdır. Vüsalə Nəciyeva, Legal Xəbər.